Əziz Xidmətçilər, bu mərhələdə Ustad Babazadənin əziz ustadımız, Ustad Ədəbiyyat, Ustad Tarix, Şovinist Tərcümə Bərcəsliyi Azərbaycan dəvət edirəm ki, təşkil edilir, xidmətlərində olaq. Urmiyanın Qacar dövrəsinə görə danışacaqlar. Dövrə Ətəs Nasiruddin Şah mövzusunda. Buyurun. Mehriban və bağışlayan Allahın adıyla, salam dostlar, xoş gördür. İnşallah ki, yaxşı söz, icazə verirsiniz mənimlə, ayaq üstə dururam ki, eləyə biləm, salonun axırına şimdi görə biləm. Əvvəl budur, ayda ötürək oluyuz ağrımasın, bu kitabı çap eləməyə və bu əsərləri gedib bu arşivlərdən çıxartmağa xatir. Sağ olasınız, habelə sağ olsunlar dostlar və xanımlardır ki, bu imkanı yaratdılar, tacını büyüyün, bu kitaba görə söhbət olur. Ərz olsun xidmətə, ay-4-ün mən müsadə ilə o qədər tanışlığınız var ki, biləsiniz, ay-4-ün soğuk bir dənə Azərbaycan mübərrəqi qurbanında tanınırlar və elə düzünə baxsanız əsərləri də soğuk bu hovzədədir. Bir hovza ki, təqribən məşrutədən başlanır və gəlir, təqribən Pəhləvinin əvvəllərində tutulur. Yəni, bir dənə 20 ildə bir dövrə ki, Azərbaycanın qərə sərnişdi, bu 20 ildə yazıldı, həm o dövrədə çoxlu bir çətinliklər və müsibətlərə məruz qaldı və həm ondan sonra bir işlər başlanıb ki, günün də biz ondan əlbəyaq. Amma Ayməl Üstadənin işləri və hovzələri xətm olmur fəqət tarix və o dövrənin tarixinə. Bəlkə biz neçə hovzədə eləyə bilirik, sürək şey, yəni eləyə bilirik, təqsimləndiriyək və deyək, bəli, ondan əlavə Azərbaycanın şəxsiyyətlərini tanıtdırmaqda da çalışıblar. Misal üçün eləyə bilirik, Ağayə Muhammed Təməddinin zindagi naməsini İşarə eləyək, Mirzə Səid Səlmasını işarə eləyək ki, bu hovzəyə mərbuddular. Ya xeyr, ədəbiyyat və türkünün qədim mətnləri hovzəsində işləyiblər ki, şayət o biri tarix baxımında üçün tarixi və qolu bağlıq məsələyə bunları çox görməyək. Ya xeyr, ayrı bir hovza ki, gənə çalışıblar, mən adım tapmadım, xası gərayı qoydum adım, mən təlsilikdən da bilmirəm, şəhid dostlar ki, mənlə eləyək, bunun yerinə bir dənə ayrı bir istilah tapaq. O da budur, gedib və arşivlərdən xası bizatları tapıb çıxartmaq ki, bu arada 2 dənə kitaba biz işarə eləyə bildik. Elə biri bu kitabdır ki, günün əlimizdədir və çox dəyərlidir, neçə cəhətdən və biri də Tuğyan-ı Əramənə kitabıdır ki, bilmirəm, dostlardan neçə nəfəri və nəhət bu kitabı oxuyublar. Amma doğrudan bizə günü-bugün Tuğyan-ı Əramənənin həm yazanı və həm mühtəvası çox dəyərlidir. Bu cəhətdən ki, biz görürük, Məhəmməd Əli Furuği bu kitabı yazan bir halda ki, şuvinismin və paniranismin bunyanını İranda qoyanlardandır. Və o zaman ki, əvəz olmamışdır və o zaman ki, hələ o insani fitrəti əsasında qəzavət edirdi, onda gəlib və bir dənə kitab yazıb və dəqiqən orada görsədir ki, bu erməni məsələsi məntəqədə yaranma bir dənə Avropai və Qərbi bir dənə proje idi və bu məntəqədə olan ermənilər də çox təəssüflə özləri qəbul eləmişdilər ki, bu senaryonu bunlar gətirib icra edəyələr və məntəqədə türk və müsəlman millətlərə bir dənə amil olaraqlara sədəmə olmaq. Mənim nəzərimə o bu yerində, amma dostlar o kitabı da qulbətə salmasınlar və rast gəlsə oxusunlar və görsənə ki, bəli, burada bizim məntəqəmizə çoxlu yuxular görülür və o kitabda eləyə bilir bu yuxuların bir cəmbəsini üzə çıxardır. Amma dəqiqət bu kitaba ki, günün əlimizdədir və bu kitabı neçə cəhətdən eləyə bildik deyək, əhəmiyyəti vardır. Bir cəmbəsi budur ki, eləyə bilir Urmiyanı bir dənə tanınmışam, bir dənə hünər əhlini müərrif eləyə və mən bir Urmiyalı ünvanında düzünə baxsaz, bu nəqqaşəm adı ilə də tanış dəyildim, hardan qədər əsərləri.
Bəs bu ki, eləyə bilər, keçmiş məfaxırımızı üzə çıxardaq, tanıtdıraq, elə bu özü zaten bir dənə dəyərli bir işdir. Amma ikinci zəmbəsi budur. Qazar doğrunun tarixini yazanda qələm düşüb düşmənin əlinə və o cür ki, meyli istəyib Qazar doğrunun tarixini yazıb. Bir qaranlıq tarix ki, orada İran başa bütün inhitaqdadır, amuzələrdə həm yerlərin əldən verir, həm hünər zəifliyib, həm iqtisad zəifliyib, millət kasıblıyıb və nəhayətdə məsələn Pəhləvinin gəlməri ilə bu qaranlıq doğran tutuldu və bir işıqlı doğran başlandı. Və halin ki, belə deyil və biz öz yazdılarından bu tərəfini də eləyə bildik. Çoxlu nümunələr görək ki, xeyr, o Qazardan bu təsvir ki, bizim zehnimizdə dərsi ya qeyri dərsi kitablarda yaradıqda vaqiiyyət o deyilmiş. Və bir dənə ayrı məsələ ki, gələn bu kitaba görə bizə əhəmiyyəti var, budur ki, günü-gün biz burada öz sahab olmağımızın sənədlərini gərəklə nə elə bu cür çıxardığımız. Və billənə ala, bizim burada rişanız var, nə iddia ediyəni. Məxsusən mən bu cəmbəyə sohbət edirəm ki, ana burada nədir? Bu qələlərin də məsələsi bu sadəlikdə dəyəva. Bir dənə dümdüm qəlləsinə, bir dənə bir böyük bizətlər yazıblar. Böyük bir təxəyyürlə romanlar yazıblar ki, məsələn, bu dümdüm qələsinin utuzmasında bizim şübhə və şikəst dövranımız başlanıb və bir seyir adamlar ki, ayrı yerdən gəliblər, bizim yurdumuza sahab olublar və cümləyin də biz çalışırıq bu yurdumuzu özümüzə qaydıraq. Bundan artıq məsələni aşmıram. Amma məsələ buradadır ki, doğrudan biz sabıqəmizi və sənədlərimizi və burada həqqi şərəf sahab olmağımız gərək həmişə və hər halda nəmlə üzə çıxaq. Amma qəydək buna ki, bu əsər Qazariyə dövrəsində əsərdir. Qazariyə dövrəsində dedim, sonradan sıxmış müvərrixlər çalışıblar. Qazar əsrindən bir dənə çox bir pis və qaranlıq bir dövrə təsvirə çəkir. Amma doğrudan məsələ belə imiş. Yox, valla. Nişanə əvvəli budur, olardılar ki, o dövrədən çatıb Pəhləvi dövrəsi. O zaman ki, Rızaşər iş üstə gəlir, ta illər boyu Qazar dövrünün vaxtında tərbiyyət olunmuş rəzul və şəxsiyyətlərlə işləyir. Kim? Muxbir Səltənə-i Hidayə. Kim? Müşir-ü Dövlət. Kim? Mustafa Məmalik. Sonralarda kim? Musəddin. Məhəmməd Əli Furuği və. O zaman ki, yavaş-yavaş Qazar vaxtında tərbiyyət olan şəxsiyyətlər yavaş-yavaş da rədədən çıxıblar və ölürlər. Onda bilənir ki, Pəhləvi dövründə Rizal tərbiyyət olmadılar və bunu biz öz cümlələrindən dedə biri Muxbir Səltənədən ki, Riza Şah vaxtı şəxsiyyət tərbiyyət olmadı. Kimdir? Bunlardan sonra mətin dəftəri. Mətin dəftəri hara? Muxbir Səltənə hara. Cəm hara? Məsələn, Bərzilən Nəvamus Səltənə hara da bunadır. Onunla əlaqədə biz o dövrəni, ya bu şəxsiyyətlər ki, hər iki dövrədə yaşayırlar. Mən iki nəfəri misal buradan. Biri Abdullah Mustafi və biri Muxbir Səltənə-i Hidayət. Bunlar ərəb baxışı ilə baxsaq müxəzzəmdirlər, yəni iki dövrəni dərk ediblər. Ya deyək dozist, ya indi hər ad öz dilimizdən qoya bilər. Yəni bir şəxsiyyətlər edirlər ki, həm Qazar vaxtı yaşayıblar, həm Pəhləvi vaxtı. Amma qoşulublar Pəhləvi dövlətinə və oradan məqam sahibləri da olub. Bu iki nəfərin yazdıqlarında mütləqən bu təsvir ki, indi dərsi kitablar bizə Qazar dövründən veriblə görsənmiş. Abdullah Mustafa'nın çox tanısızdır. Ağa Abdullah Mustafa türkü dilini söyməkdə və türkü söyməkdə heç cürə məhzur əxlaqısı yoxdur. O qədir olub ki, mən bir işdə Mustafa və Azərbaycan əz-niqah-i digər ünvanında bu ağanın sözlərini, bu türkün və türkü və Azərbaycan əleyhinə gedib işdə biləmiş. Yazsın.
Bu adam şu baxışı budur və özü də Pəhləvi dövlətinə qoşuldu. Azərbaycan Qərbidə üstünlük oldu, Azərbaycan Şərqidə üstünlük oldu, Rəis-i Sazman Səfər əsnasında İran oldu və ayrı bir ismətlər. Bu adam ki, Pəhləvinin mührələnəndir, amma o zaman ki, gəlir Qazar vaxtindən danışa, şahlarının istisnasız hamısını tərifdir. O, Ağa Məhəmməd xandan tutun gəlin ta Əhməd Şaha kimi. Məxsusən Nasirəddin Şahı tərifləməkdə daha yer qoymurlar. Ki, nə qədər yuxarı adamıdır, nə qədər şəxsiyyətlidir, nə qədər mütəsəddiddir və hünərlər salamır. Bu ağanın, bu şahın, bu kimin qələmi ilə təriflənir? Bir adam ki, özü bir dənə antidir şəxsiyyətdir. Təhcə, 2 dənə irad tuturur Qazar şahlarına. Birin Ağa Məhəmməd xana, birin Əhməd Şaha. Onları da eşitməliyik. Ağa Məhəmməd xana tutduğu irad budur. Deyir, ağa, sən ki, Lütfəli xana şikəst vermişdin. İndi biləxərə o zamanın siyasəti güzel idi ki, müxalifi öldürər ki, o məsələn, onun da qovlu elatı və onu daha şəslə. Nə lazımdır bu ağamız? Əzəz-əzəldən öldürəsən, nə sadə öldürəydin gedəydi. Biləxərə bilirsiniz də, Ağa Məhəmməd xan o Lütfəli xanı öldürəndə qəbil bir qalib bunun başına tutdular, nə bilim, qurmuşu mərifdilə döydülər o bəq o başına və biraz şikəncə ilə öldürdülər. Bu lazım dəyildi. Elə mən bu öldürəyim tutulay gedək. Bir dənə deyir də Əhməd Şaha tutulur, nə mənə? Bu da işitmədi. Əhməd Şaha deyir və sən ki, Ağa Məhəmməd xanın nəvadələrindəndir, niyə bir belə Rıza Şahın qabağında özlüyünü itirdin, əl-qolluğunu itirdin və onun qabağında edə bilmədin oxuyasan. Hətta dönür Məhəmməd Həsən Mirzanı ki, onun vəli-əhdidi tərifləyir və deyir, ruhu nəzərdən Ağay Məhəmməd Həsən Mirzayı vəli-əhd Əhməd Şahın özündən çox cəsarətlidir, çox ruhiyyəlidir, hərdən bir dayanırdı, nəhayətdə gücləri satmadı. Baxın, bir adam ki, kökündən, hürkün hər nişanələri ilə müxalifdir, bu silsiləyə nə qədər tərif gətirir, 2 dənə ki, irad tutub, vaqiyyətə irad da dəyildir. Əlbəttə, bu biləxərə düzdür, mən də qəbul edirəm. O zaman öldürməliymiş, aşağıda da biləxərə idam duvar dinlə qoyaydın, bir güllə quraydın, ya qutulaydı. Bəli, mən də deyirəm. Amma onun qabağında Ağa Məhəmməd xanın şücarətindən, nizami tədbirlərindən və sazmandeyi qüdrətindən də nə qədər tərifləyir. Biz bu məsələni Cəlib Muxbir-i Səlbəni Hidayətin yazılarında da görürük. Muxbir-i Səlbəni, əlbəttə hərdən bir qolu qalxır, biraz tərifləyir, biraz kisliklərindən deyir. Amma onun yığıntısı və da qolu qarsısı sərzəmi budur ki, hamısından razılıq edir. Hamısını tərifləyir bir müxtəsər iradlar. Gənə həmən müxtəsərlər elə Mustafa nə qədər irad tutmuşdur və şayət az və əhəmiyyətsiz imiş, elə burada da ebiləndir. Qazar silsiləsinin Labo Şahı kübləsinə çox pis bir oğlu və səyyaranı Məhəmməd Əli Şahdır. Məclisi topa bağladı, nə bilim demokrasının və qolun nimadını aradan apardı, məclisi tətil elədi, məşrutə qadağan əleyhinə durdu. Amma burada gəlir deyir, bu məşrutə qadağlar bu Beynəva Məhəmməd Əli Şaha bir dədə yandıtmaları verdilər. Kübləsini düzə çəkdilər, məcbur elədilər. Hətta Muxbir Səlbənənin bir cümləsi var. Deyir, Məhəmməd Əli Şah günü gün dursa desə, məşrutəni mən verdim və qanun əsasını mən yazdırdım deyə yüz deyir, həq deyir, mən şahdım. Muxbir Səlbənənin məvqiyyəti prezidə o zaman məşrutədəki bu üzə çıxır, rabitdir, məclislə şahın arasında. Yəni, nümayəndələr hər nesil eləyələr buna arası salırlar, bu gedir, Məhəmməd Əli Şahla danışır və yoluna durur. Hətta bir yerdə ki, bu İranın nizam-ı siyasının adında bir qolu məsələ var ki, bu biləxərə məşrutədir qalibimiz ya ayrı viza. Gəlir, şaha deyib, bəli, şah, sən və sənin atan bir dənə müddətə bir yaxısı bir miniş at veriblər, o atın adın deyib də, siz bir dənə fərman sadir edər ki, bizim sistemin adı məşrutədir. Biləxər, bu şeydən var da qalibi var da, deyil olsun, bunu biləxər nümayəndələr müstür. Götürür bir dənə fərman yazır ki, bəli, bizim siyasi nizamımızın adı məşrutədir
Fermanı verenden sonra Muhtar Sultan deyir ki, sabah da cəbə ayrı bir şey istər ha. Yapsın. Məhəmməd Əli Şahı, üzə səhifələr, üzə səhifələr, ruznamələr o zaman nə mənə söyüş nəzərizə gələ, hətta quluş, həqsiz əftarına kimi, çox aşilaz üz istəyirəm, namus söyüşünə kimi buna ruznamələrdə yazır. Terror bərnaməsi oldu. Dərbarının budcası kəsildi. Və ayrı bir tohumlar şilləsi ayrı yerlərdə olurdu və axırda təqribən yerində pisaq sünniyyət çatandan sonra, yoxsa bu Məhəmməd Əli Şah qanun əsasını mütəmmimin imzalamışdı. Dədəsi bəxtədə məşrutanın fərmanını da cənənəmlə qəbul edəmişdi. İstəyirəm bunu deyəm ki, kullən o zehniyyət şəvarımızdır, əhləmin növrəsində yaranıb və mütəəssifanın qılaqdan sonra deyilən o sərç, tarix yazma sərçi qabağa gedib və biz Cünubiyun Qazar dövrəsinə çox bir mənfi baxışımız var və bu nainsaflıqdır. Bir dənə də məsələ deyim və sözümü tutarım. Əbdullah Mustafi o zaman qovlu heyəti dövlət indiki deyək. Sələsəsindən danışır ki, Nasrəddin Şah bəxti olub. Deyir, bəli, bir dənə vəzir sənətin o zaman nə adı deyilir, deyir, bunun o bir vəzirdə əməl işi yoxdur. Fəqət işi bu idi də, bu müxabirat təşkilatının elciramı İranın hər yerində yayın. Baxın, Nasrəddin Şah vəzirin fəqət və qovlu indişlərdə əzdələsi budur ki, mən bu telcirafı eləyə bilim İranın hər yerinə yetirir. Urmiyyədən İran hər yerin o zaman telciraf var. Soğuk bulaqdan hər yerə var, boydan hər yerə var və şəhərlər hamısı. Amma deyilmir. Və çox uzaqlar ki, əvvəldə və İranda tapılır mənim. Qatarından tutdu, təyyarəsindən tutdu, Amuşalıdan tutdu, Məşrutəsindən tutdu, qanun əsası məclis, hamısı doğru yarar. Amma dediyimiz üçün gələn düşmələrindəymiş, öz istədiyini yazıb və öz istədiyi təsviri yaradıb və biz çünki özümüz həm bu təsviri zehnimizdə özümüz rəislə eləyək və həm bu cürlərə yedirək ki, vaqiyyət bu bəyinmiş. Allah razı olsun, yaşayasınız, sağ olun.